Değerli iştirakçılar, hamınızı salamlayıram. Bugün bizim 3-cü dərsimizin, 3-cü təlimimizin 2-ci növbəsidir. Bugün yenə biz sizlə bitmiş işlərimizi tamamlayacağıq. Bəzi xanımlar artıq evdə, bəzi iştirakçılar evdə bitirib gətirirlər. Bu Fərdə xanımın işidir. Daha sonra orada da çantaların bəzilərində tamamlama işləri görəcəyik. Bugünkü təlimimizdə bundan əlavə olaraq adi safdan biz çantalar toplayırıq, xanımlar toplayırlar, uşaq çantaları, həmçinin böyüklər üçün olan çantalardan da toplayacağıq. Neymişsiniz? Bax. Bu formada davam edirsiniz. Bax, bunu bu formada eləyəndə artıq qolbaq olur. Qolbaq olması üçün amma bir dənə ucuna halqalar atmaq lazımdır. Biz əlbəttə 8 dənə olmasında. Necə? 8 dənə olmalı da belə. Yox, 8 dənə olmalı deyil, baxın. 8 dənə elə, bax, bu çanta ola bilər belə. Yox, bir dənə 8 tərəfə də elə uzanmalı idi. Yox, bax, belə olacaq, belə. Bax, 2. Hər ikisi 11 dənə, 3 tərəfə də elə olur. İndi qadın elə olmadı, o çantanın bir tərəfidir. Axı, bizə çantanın bir tərəfi də lazımdır, yaxşı. Çantanın o bir tərəfi də var, üstə gəl çantanın altında dibi var. Orada olmalı, buradan gedir. Buradan gedirsiniz. Gedərsiniz. İskəndər, baxa. Nədir? 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 Nədir də? Neyləmişik? Nə qaldı? Başa düşün. Olur. Alındı işte. Biraz çalışaq ki, sıxam. Sıxanda o yumurtanı keçir. Bir də axırda belə samanlar oxşar, yoxsa yox? Yox, axırda sıxmaq olur. Hər sırada sıxacaq. Hər ilmədə sıxacaq. Demək, sizinki o qədər də boş deyil. Çünki bu yumru muncuqdur. Yumru muncuq boş olur. Amma o var, o tuxda kimi durur əslində. Onu biraz sıxsaq, qəşəng qalacaq. Harikasın. Yüzde taşalarmış. Çox sağ ol. Bura cəhdə olaraq. Yox. 390 96 73. İmza çəkilsinə keçir. İkisine yox. Pardon. Dedim şunu da vereyim. Adına ekranı. Siz sadece almış ihtimali az. Çok balacası. Biraz daha bizden her dəfə eyni. Daha bunu bir buradan. Gələnlər kim olacaq, kim olmayacaq? Başqa var yox. Balaca nə deyim? Balaca sapqaq böyük. Bu sapqaq bundan balaca bir şey. Heç nə olmayacaq, sonra yanına ne söz mü? Öyrənirsiz. Yox. Çok rahat paranda bizim var. Sen yanında saklamışsan, onun yanında. Ona bize lazım yok. Çünkü orada 3-cü sıraya sen buradan keçirilirsin. Yaxşı. Bir de bunu şey böyle. Bak bunu sakla. Buradan çıkmazsa kenar. Bir de oradan çıkarsa. Geçecek. Bir de var. Aha. Aferin. Şimdi bunu
eyni istiqamətdədir. Bax, birinə tərəfə qalsın, birinə tərəfə. İndi mən sizə dedim ki, bunu unutmayacaqsın. Bunun üstünə bir şeylər də eləmək lazım. Hatta məsələn, Peki topladı Düz qabağa doğru. bax, buradan da söksəz, həm ip üçün yer qalacaq, həm də qalanların hamısı iki olacaq. Yaxşı da olacaq. Sən düz görün. Baba, birincini gör hara salmışam. Əlimdəki motoru qoy. Qoy, bunu hiss elə gör hara salmışam. Qırağa. Bu haradadır? Silədir. Bunu da saldık da. Aha. Sonra üstüne ünlü. Aha, indi bir çarpaz keçirsə. Yox, gözlə bizim, gözlə. Hələ qabağa salmadan bir çarpaz keçirdəcəyik sonra. Bu haradadır? İndi bax, haradadır? Axırıncıda. Yaxşı. Sonra çarpaz kesildik, buraya saldık. Gözlə, İskəndər. Əsas məsələmiz ki, səndə nədir? Bu sapı uzunluğunu düzgün təyin etmək. Bəzi İlhamə gəlməyəcək dedi, amma Sevinç bilmədi hansı deyəcək. Uşaqların adından tanıyıram. Adəmin anası, Adəmin anası. Bunları sürüşən deyəcək. Ha. Bax. Parası gedib getməsi olur. Aha. İndi keçib. Sən işin nədir? O birisi tərəfdən sapı tutmaq. buradan. Sonra muncuq buradadır, sapadır. Aferin sənə. Nə oldu? Sən beyninə baxan işdə də. Gözləyirəm axı səni. Gör, necədən düzəldəcəksən bir gün? İndi sən çöp eləyəcəm. Hanı çantan? Göstər baxın. Uzunluğunu geçenlik yaxşı. Baxın qızım. Aferin. İndi bunu bu harda qaldı. Baxın, gəl baxın. Düzgünlüyünə düzgünlük, rəngi keçirmə yeri səhvdir. Yaxşı da olur. Keçirmə yerimiz səhvdir. Çarpaz keçirdəcək, çarpaz. Bax, çarpaz. Bunu bura. Üçüncüden. Üçüncüdən çarpaz. Çok güzel. Bir tane bunları. Ay, ne güzeldi. Evet. Bunları bir səndən eləyirsən, keçirdirsən içinə, bunları içərdən keçirdirsən, ya tikəcəksən, ya da küləyi vuracaqsan içərdən. Çünki o qalın sap olduğuna görə tez çıxır. Aha, özün elə bilirsən də, düzdür, onu işdə daha görə eləyirsən. Çantalar çox güzel. Bir dənə sən knopka verəcək, knopka. Magnit. Nə, magnit yapışıq. Çok güzel. Maşallah. Ya bu sergi malıdır. Həqiqətən sərcəm. Siz doktor. Ha, bir de kenarlarını eləyəcək. Geçirsən də sən buna. Adi, orijinal, biraz böyle özümüzün ve fantaziyamızı Gənclərə yoxdur, deyil? Ressamlığını göstərdən hər şey. Ressamdır da nədir? Bu neçəli məsələn? Bu. Mən istəyim. Bu məsələn bu böyük. Yox, olmaz. Yəni minimal, maksimal qiymət qoyursunuz da. Məsəl üçün 10 manatdan 15 manata arası məsəl üçün. Maksimal, minimal qiymət qoyursunuz da. Barmağı çox gedir çünki təzəsən öyrəşə bilmirsən. O əslində barmağı incidən deyil. Mən bu bir saldım.
Baxın. Yəni minimal qiymət qoyursunuz, bir də maksimal. Düzdür. Yəni onun arasında Yuxarıya 2 dənə girik, ağıllı olaq. aferin. Qiymət tənzimlənməsində eləyəcəyik Hə. sonuncu dərsimiz onsuz da qiymət tənzimlənməsidir. Məsələn, hər şey Çünki mən nə qədər material sərf eləmişəm və nə qədər vaxt sərf eləmişəm, onları mütləq nəzərə almaq lazımdır. Elə bir iş var ki, ona məsələn 5 manatlıq material gedir, amma 50 manatlıq əziyyət gedir. Muncuq Onlar, çanta. onları biraz daha çox, Barmaqlarım kəsik-kəsik. vaxtımızı nəzərə alırıq, çünki vaxt puldur. Yəni mən eləyə bilmədim, səhv elədim deyə oldu yox ha. Əslində düzgün öyrənmişəm, qaydası budur, eləyirəm, amma vaxt bu qədər gedir. Məsələn, oyuncaq var ki, 1 saata qurtarır, oyuncaq var ki, 3 günə qurtarır. Sen bu sonlar Siz öyrənirsiniz də, siz öyrənmə mərhələsindəsiz. Sizin elədiyiniz əslində heç nəticədə Bahalı 8 dərsin sonunda bir dənə çanta əldə edə bilsəniz, bir dənə iş əldə edə bilsəniz, Bahalı olmalıdır da, aynen. yox, baha olmalıdır, çünki keyfiyyət önəmlidir, keyfiyyətə baxacağıq. Yəni, hər şey ümumiyyətlə hazırlayanda, elə bilin ki, mən özüm üçün hazırlayıram, mən özüm üçün necə rahat olar, necə istifadəsi daha keyfiyyətli olar, möhkəmləndirmək lazım. Məsələn, onu bir dənə düyün yox, 3 dənə düyün vuracam ki, sabah kimsə istifadə edəndə qırılıb əlindən tökülməsin. Hər şeyi nəzərə almaq lazımdır. Alan adamı satmaq məqsədi ilə eləmirik. Bunu eləyirik ki, istifadə edən üçün rahat olsun, ancaq satın pul qazanın yox. Onu fikirləşsəz ki, keyfiyyətli olsun, səliqəli olsun, özü-özündən gələcək müştərilər sizə. Bir də görəcəksiniz, sifariş götürürsünüz. Yəni yekunda sizdə satışı ilə bağlı məlumat verəcəksiniz. Sosial şəbəkədə səhifənizi açacaqsınız. Satış saytlar var ki, ora öz malınızı qoyacaqsınız, bu saytlar vasitəsilə satılsın. Yəni özünüz əməkdaşlıq eləmək üçün digər qurumları var. Onlardan o belə görürsünüz ki, artıq siz öz biznesinizi qurdunuz. Evdə oturub bir saat vaxtınızı ayırmaqla öz pulunuzu qazanacaqsınız. Həm də ki, xüsusi qayğıya ehtiyacı olan, övladı olan analar üçün, mənim özümün də xüsusi qayğıya ehtiyacı olan övladım var. Yəni, bundan gözəl iş yoxdur. Evdən çıxmadan, uşağın yanında ola nələr edə bilərsən, həm də öz övladını inkişaf edir. Ən azından, yəni bacarmır, cəhd eləyir, motivasiyası artır, motorikası işləyir ən azından. Yəni, fikirləşin ki, bu uşağın üçün xeyirdir, nə qədər telefona baxsın. Çox valideyn fikirləşir ki, telefonu verdiğim otursun, səsi çıxmasın. Elə bu da oyundur, valla. Oyun kimi. Altı basar ancaq qoymaqla oynayır. Yəni, həm biznesiniz olacaq, həm də vaxtınızı səmərəli istifadə edəcəksiniz. Yeni sap götürürsünüz. Var mı? Hə, odur, kəsin onu. Biz uzun edeyim de, çalayabilmeyeceğim ben. Hansı ki, birləşdirsiniz, o 2 dənəcəyi verdi, 3 dənə saldı, üçünü çarpaz eləmədiniz ama, Çarpaz elə. çarpaz Hamısında çarpaz. Bütün muncuqları birləşdirməsi çarpazdır. Yaxşı, başqa cür birləşdirmə növü yox. Sırf bax, bu çantada. İndi yenisi adi bir dənə yerindən seçirdim. Bir də bu ikisinin də bir Bunlardan oradan aldım. Balıqçı mağazasında. Üstündə də görürsünüz balıqçı şəkli var. burada kullanma var. Xırdalanda bilmirəm. Tabii ya bu adamın içinden buydu. Xırdalanda bilmirəm. Bu şey var, kiosklar olur, dəmir butqalar, qəzet satırlar. Bir də dəftər kitab yedim. Bax, oradakı bunların, bütün materialların əsas satış məntəqəsi Səbərək. Yəni, hər şey var. Kırdavat. Benim gördüğüm şeyde, kapının şöyle setkalarına sokulur, öyle şeyler de var. Var. Deməli, səhifəmi atdım qrupa, birinci qrupdan da istədilər ki, səhifəyə baxaq. Düzdür, orada mənim ərişlərimin belə 10% var, amma yenə də baxın, davam edirik. Necə gedirdik, birinci başlayandan necə? O sağ sol fərqi var bunların. Sağ, sol, fərqi var. Sol. İskəndər baxın. Düz gedirsin. Saat neyse öyle etmək istəyirsən. Aha, siz səhv etmişsiniz o tərəfə. Orada yox, siz burada olmalısınız. Burada yox, bax burada olmalısınız. İndi bir dənə bu sapı, bax ora necə gəlirəm. Muncuğu çıxartmıram. Sapı çıxartdım. Təzədən bu sapı. Elə bil ki, siz öz artırdığınız
istiqamətdə qalır. Amma mən burada yaşayıb olmalıyım. Burada. Davam eləmək üçün addımı açırım ki, bir addım önə gedirik də hər dəfə. Sizdə necədir? Bura. Elbisdir, amma Dönəndə dönə bilmişlər. bax, buradan keçirdiniz, davam edin. Sıra necə edirsinizsə elə Yox, davam edin. uzunluqda gedir də belə. Daha uzanır. Görürsünüz, uzanır. Uzun daha Otomatik bayaq uzanır. kvadrat değil. Ha, kvadrat olur çünki sıralarda siz bax etmisiniz. Bax burada düzdür, burada düzdür. Bax diqqətlə baxın görəcək. 1, 2, 3, 4. Bizə 4 dənə mıncıq lazımdır ona. 1, 2, 3, 4. Bax burada sayını görünür necədir? Bax burada necədir? 1, 2, 3, 4, 5. Bax burada da yerində gedir. 5, 5, 5, 5. Əslində bunlar özü naxışdır, amma bizim sayımız elə bir ki, əlifbanı öyrənmədən hecəyə keçmək istəyirik. Amma biz hazır yox, biz əlifbalıyıq, yaxşı? Mən bunları çıxardaq, şeyləyək, ikinci sıraya keçid edə bilərik. Yaxşı? Nə, deyir, olmaz. Deyir. Belə bir davam edir. 1, 2, 3. 3 dənədir. Sizdə artıq şey mumcuq yoxdur. Hər sırada 1, 2, 3. Nədir bu baxır? Bildirlərimdir. Qəşəng. Bəs o birisi var mı? Onu da bitir də. Mumcuq. Hamısını birdən həkim verəcəksən. Hə, o şeyləri də bitir, toxuqları, yaxşıqları da kənarlar. Bir də mən sənə analiz verəcəm. Sizdə necə gedir? Hərə heç nəyə. Və bu tərəfə daha geçməyəcək, bu tərəfə. Hamilə Öyrəşdirin. Canım gözləyəcəm bir işim var indi. Gözlə. Siz artıq yardan keçmişsiniz maşallah. Ya döngələrdə çaşmasa ötəyə toxuyub gətirir. Hə, döngələrdə sadəcə olaraq bir dənə döngədə çaşanda nə edirsiniz? Mumcuğu bir dənə dartın. Bax, elə bir ki, gelib bu tərəfə dartın. Qoymuşamsa. Bax, bura qoyarıq. Siz vesikanı ikiniz və gətirib buradan çıxardırsınız döngələrdə. Buradan çıxartdımsa, biri burada, biri burada. Geçsəm, buranı toxusam, gedəcək burası artıcaq da. Amma mənə lazımdır burası artıcaq. Gətiririk təzdən onun yerini dəyişir. Bir dənə mumcuğu çıxarmaq lazım deyil. Bir dənə sakı çıxardırıq, başqa yerə salacaq. Gəmlər, necəsən? Salam, necə salam, yaxşısın, necəsiniz? Əyləşin, hansı istəyirsiniz? Buradan əyləşin istəyirsiniz, bura boş. Orada mən İskəndərə kömək edirəm deyə. Burada əyləşin məsələn. Buranı burada əyləşsin, orada çünki İskəndərə kömək edirəm. Mən orada oturacam mən. Siz burada oturun. Oradan həm sizə də baxaram. Az oluyor. Heç xoşlamadım onu. Birinci saf. Safın əsas sirri nədir? Balaca olmaz. Ucunu düz saf, tamam. Ölçü məsələsi var. Ölçü çox uzun ölçü lazımdır. Yox. Bu geçin. Bir götür. Hemen mumcuğu getireceğiz. Sizin mumcuqlarınız tutulur. Kötün arasında mumcuqlar var. Buydu da. Buyurun.
Bizim için az olacak. Yok, olmayacaq, narahat olmayın. Sizə zəncir verəcək, halqa verəcəm. Çünki o çantaya zəncir halqa yaraşır. Yəni kimdə ki, Başa çatdıracağım, sözünüzden. İnşallah ki, çatdırarsın. Bax, nədir? Bunu nə edəcəksən? Evdə bunu play anlamda. Bax, bunu içəri keçirirsən. Yox, play. Bunu bura bax, yəni play qoyur. Evdə bax, yaxşı, bunu da play mütləq. Amma bu hissələrdir. Düyün nə qədər çox olur, o qədər kobudlaşır, gözəlləşir. Yox, geçmə. Bunu buradan geçir. Yox, deyil. Qalsın, onu kənarlarına istəyir. Kəsimlər deyil. Bax. Bu kəsimlər deyil, bunu möhkəm rəqmənsən, yaxşı, möhkəm. Neçə dəfə keçirməlisən buradan? Bir dəfə ilə olur. Çox olur. Neçə dəfə buradan keçir, sonra da olur. Bax, bunu bundan birinə də görürəm. İndi bunları buradan keçir. Və bunu da. Bunu gəlin ortaya gətirirsən, ortasını ölçən. Aparırsan, sıx naxışların içinə salırsan, yaxşı. Arada sıx naxışlar olacaq. Boş yerləri yox, sıx yerləri. Bunu kəsir. İşte anlatıp buraya sonra. Deməli bəli, naxışları çox da qəşəng görsənir. Nərgiz, bir dənə bunları da apar içəri. Bunları apar içəri, bunların ikisini də. Bu tamamdır, yaxşı. Yani buradan görüyorum. 3 tane takmalı dönüyorum. 3 dənə taxmalısınız, amma qırağa getmişsiniz də. Yox, o deyil. Gedək. Sən bunu tamamla ver. Başa düşür. Bunların üçünü də çıxardıq, heç biri bizə lazım deyil. Bax, burada. Hara taxmalıyıq? 3 dənə. Buna. Siz buna taxmışdınız, biz buna taxmalıyıq. Yaxşı, bir dənə fərqli. Sola takın. Gəl sola. Kənarda hansısa onu taxırıq 3 dənə. İçəridəkinə taxırıq. Bildim bu arada böyle şey. Babasıyla çarpmasın ha. Birinci İsrail ha. Birinci. Bak sıra başlanılacak. Bir dənəsi 3 dənə gedir. Sıranın bir dənəsində. 3 tane maçında var. Bir də çevirəcəm başına gəlir. Həmişə başına gəlir. Amma belə çox səliqəli qəşəng.
bir üzüm. O da bir üzüm de toxu. Eynisini elə. bu qəşəng. Yo, eyni, sapın eynisi olmalıdır. Materialları qarşılığında görə eyni. Bir də şey, ilmə sayı, sıra sayı eyni olur. İlham toxuyum. Aha, yox, bunu. Qara ya. Sənə qara. Bir qara. Yo, krem elə. Bu qəşəngdir bunu. Qəşəng də o. Qara. Mən əslən olarım. Ona qara yaraşmaz axı. Ona krem yaraşar, krem. Krem rəng. Krem bu lap gözəl yaraşır. Sarı da yaraşır. Krem Sarı. var. Sarı gör var, sarı gör. Getmir o da. Sarı gör. Ay niye getmir? O bize hangi yaşa gider? Bu yaşa gider. Açıq yaşıl ha. O özü tünd rəngdə olduğuna görə ona biraz belə açıq rəng lazımdır. Yok yok. Sarı olmalıdır orada. Hayır. Keçir, keçir. Aha, aferin sen. Bir gelir. İndi axırıncı gəlmişsin, mən baxın. Bu cene buna bir de buna. İkisi də ona keçirdin, ən yaxşısı odur. Bir dənə onu bir dənə eləyirsiniz, əslində elə də olar, amma siz onu qarışdırırsınız. Zümrütxan bunun ikisindən biri hansı yaxşıdır? Narıncı, narıncı. Deyirəm də qara yaxşı. Yox, qara ona heç yaraşmır, Deyirəm narıncı də. yox. Bu da getmir, nərcizləri bu Hə, yaxşı. evdə toxuyun, sökün, biraz əlbi döyləşsin. İndi bunu ilməz mən yadımda deyil. Buradan saymalıyım mən. Ben akınca 3 tane diyemişim. Axıncı yox, birinci 3 dənə eləyir. Axıncı elə bir 3 dənə. 1, 2, 3, 4. İndi onu keçirdin mi? Onu keçirdin mi? 1, 2, 3, 4, 5, 6, 7, 8. Hə. Bundan bir dənə idi. Bir dənə idi. İplikçi qız. Senin baktı ya gücü. Şunlarda kalan bu da ne? Dolamıyor. Sizcə, bax, kənarda qalmaqdır. Mən demirəm, siz fikirləşin ki, görün ki, hansı kənarda? Aysa. Hə, vəsə. Çilat elə, çilat. Çilat eləmişsin. Hə, 2 qat eləyəcəm. Hə, o dolasın onda sonra. Burada birini dola da, ikisini yox ki. Elə bir travma içindən də çıxardıb taxmaq olur üstünə. Bir dənə də olur. Elə onu ver də mənə. Elə onu ver oradan başlayayım. Olacaq ver. Hə, ver, ver. Hə, olacaq, olacaq. Belə. Sio. Hə. Nərciz dolama özü çıxacaq. Birini də götür İskəndər. Sən burasını dolama tut yəni ki. Sən keçən dəfə nəyə gəlmişdin qolbaqlar İskəndər? yoktu. Mavi. Aa, bu da yaxşı olmuş. Rəngarəngdir. Niye pazar edemezler? Yok, kesin rehbere. Ha, rəngbərəng çünki muncuğu yoxdur axı rəngbərəng. Ben de geçen görsün. İndi gələn muncuq çantı toxuyan xalalar götürsün ki, uşaqlar desinlər ki, nə rəng nə qalardı. Maşallah. Ha, yo, yo, Nərgiz. Ay, Nərgiz. Dirətlərsə özü çıxacaq içindən. Narahat olma. İşini çəkməsin. Evdə də böyle. Ben onu toplaya Götür təzə muncuğu. Onların hamısını basın. Bir kat sakın, iki kat. Bu formalı axa ilə getdiniz. Məncə sizdə qəşəng olacaq. Fritz oldu, Yetmiş. 38 götürəcəksin də bir sən bir geri dönəndə bir bax. Geri dönəndə bir. Dostun sizdə nə öyrənirsiniz? Elə biz dərziyə yemək oldu tikmək.
Bilgiydi de o. Əziz iştirakçılar, bugünkü təlimimizin də artıq bilirsiniz ki, 3-cü təlimimizdə yekununa yaxınlaşırıq. Çalışın ki, təlimin sonuna qədər tamamlayasınız. Kimin yarımçıq işləri varsa, gələn təlimdə davam edəcəyik və evə də işləmək istəyən iştirakçılara material təmin olunur, evdə işləyib davam edə bilərsiniz. Bugünlük bu qədər, gələn təlimimizdə görüşənədək. Çok sağ olun. Mesela.